Bugün ayın 25 iyun. Mən də bağda bir dənə də beçə çıxıb. Beçə gəlib də bura yığılıb nar ağacına. Buradadılar, hələ yığılırlar, hələ uçuşurlar. Tam yığılsınlar, görüm hansı yeşikdən qaçıblar. Nara qonublar dəfə. Alçaqdadılar. Bir yeşiklərə baxım, görüm hardan qaçıblar. Sonra ucubları harası sirkəliyərəm. Hoşum, balaca bir nukleysim var idi. Bu nukleysi səhər baxmışdım, arı çox idi. Deyirdim elə bunlara yer tapım. Даже yemləri də var. Bax. Bütün nukleisdən qaçıblar deməli elə. Olan qalan yemi də götürüblər. Даже yığmışlar bunlar. Hamısı üstü yeməkdi. İki böyle yemlərini də götürüm. Bunlar hamısı işləyirlər. Normaldır. Bu yeşiyi hazırlamışdım. Bu birinci dəfə Roy buradan kaçmıştı. Yeşiyi hazırlamışam. Kakras dolu ramkam yoktu. 2 dənə vaşin ara kəsmə koymuşam. Bu isti ara kəsmələri də bura koymuşam. 2 dənə təzə vaşinə koymuşam. Hörülmüş ramkam heç yoktu. Burada da burada değil. Oturum gözlüyüm. Hele de uçuşurlar orada. Gidip görüm analar oradadır yoksa buradadır. Tam silkeleyebilmemişim. Yarısı buradadır. Burada olsunlar. Görüm ana oradadır yoksa buradadır. Bircə bunu bilmirəm. Tam gözlüyüm yoksa elə hindidən sirkəliyim. Dedim orada axtarım ananı görüm. Bir bakmışdılar başka yere köçürdüm. Bu mənim eksperimental yeşiyim idi. Ama indi şu təmizləmişəm bunu. Kakras hazırlamışdım təzə bölmələr üçün. Çoğun yemək. Heyf ramkam yok. Təzə ramkam yok. Ana burada, ana buradaymış. Ananı gördüm. Ananı tutabilsem. Ananı göremeyene. Ananı gördüm. Ana buradaymış. Ananı tutabilsem. Hoppa. Hoppa. Tuttum ananı göre. Tuttum. Yok tutmadım. Gözlüğüm ana gezer ortalıkta. Silkelim. Ona buradadır. Bunlar yeni uçup gəlirlər. 2 dəfə sirkələmişəm. Bu 3-cü dəfədir. Ananı vurucu gözümlə gördüm, yeşiyə sirkələdim. Amma bu dəfə yeni uçup bura gəlsə mütləq nəyin bahasına olursa olsun tutacağım. Yeşikdə saxlayacağım onu. Çünki ayaqlarında tozla gələnlər də var. Ayda ana yeni ana buradadır. Mən bu ananı necə tutum?
Olmadı. Yine tutanmadı. Ana eli fırlanır, herlenir burada. Ne zulümdü böyle bu ananı tutmak. Mökü fırlan görün bir de gavra. Cavan anadır. Bilmirəm mayalanıb mayalanmayıb, amma çox yüngüldür, deməli mayalanmayıb. Və yüzə çıx görün. Aha, gəlir deyəsən. Gəl görün. Gəl görün, gəl görün. Aha, dey ana. Dey ana, sarı ana. Aha, görün bunu tutabilirəm mən şurada. Telefonsuz prova eləyim. Bunları bir dəfə torbada gətirdim, görün. Anamı tutabilsin. Oturup yarım saatdir gözləyirəm. Axır ki sakitləşdilər. Yem qoydum ora. Yəqin yemsizliyə görə qaçıblar. Yemsizlik yox, öz yemləri var. Xoruzu da qoymayacaq. Prosto qaçıblar da. Yəqin dar idi. Onlar üçün ora dar idi. Mən vroci sirkələmişdim, amma çox deyil idi. Hardan sonra əmələ gəlib o qədər arı bilmirəm. Yaxşı da sən də qutar. Səhər tezdən gördüm ki, arı çoxdur, həqiqi çoxdur. Prosto dedim ki, indi dəyişsəm, axşam gətirərdim, həmən ki bu yeşiyin üstünə qoyardım. O birisi gün axşam isə köçürərdim bu yeşiyə. Çünki bu yeşik boşdur. Amma onlar da səbirsiz davrandılar. Məndən qabaq qaçdılar. Все-таки yenə bu yeşiyə. İndi mən bu yeşiyə gərək biraz... Yaxşı da sən də qutar. Usilit eləmək üçün gərək bu birisi yeşiklərdən, hərəsindən bir na выходе olan ramka, yəni çıxmaq istəyən arılar üzrə gətireyim burada. Heç olmasa bir iki ramka bu yeşiklərdən gərək gətirim qoyum bunlara. Mən onları tərk etmək istəmirdim çünki birinci, ikinci, bir də bu üç yeşikdən mən bal götürmək istəyirəm, amma bu isə bu sarının üstündə pulverizator durandan bu təzə analıdırlar. Bakvasta almışdım. Bunlar inkişafdadılar. Yaxşı da maşallah inkişaf eləyirlər. Anaları da bunlardan götürmüşəm. Yəni çıxartmaq üçün. Belə çıxır ki, mən bu il ancaq yeşik çoxaldıram. Ancaq bölmələrlə məşğulam. Yəni cəmi qışda 3 yeşikdən çıxmışdım. İndi maşallah 3, 4, 5, 6, ikisi də orada 7, 8 yeşiyim oldu. Deməli 3 yeşikdən 5 bölmə eləmişəm. Məcburi elədim çünki həmən imindi bu yeşikdəkilər, bu yeşikdəki arılar vəhşi oldular. Sonra elədi ki, bölmə eləyəndə buradan ananı götürüb köçürmüşəm həmən orada ikinci yeşiyə. Yox, birinci yeşiyə. O yeşik bu yeşiyin yerindeydi. Yəni mən elə bilmişəm ki, ramkanı zəiflədirəm vurucu arını. Amma akazıca anan da ora aparmışam. İndi o birinci yeşik относительно vəhşidirlər biraz. Açanda cummağa çalışırlar adama. Amma dəymirəm ki, qoy təbii görüm necə inkişaf eləyir eləsin. Yəni orada süni roy yaratmağa çalışmışam. Ana birinci mərtəbədə mağazindədir, ikinci mərtəbədə rasplod zatı yaxşı inkişaf eləyir. Təzə dəyişmişəm onu. Dünən onlara süni elə roy eləmişdim. Süni beçə vermə. Ona da, bax, buna da belə elədim. Çünki mağazinə qaldıra bilmirdim. Mağazinə aşağı elədim. Ananı tutdum aşağı. Sonra setka qoydum. Setkanın üstündə onların bütün rasplodunu, balalı zatlı, hər şeyi yuxarı qoymuşam. Ramkaları təmiz sirkələdim birinci mərtəbədə. Təmiz ramkaları yuxarı qoydum. Çünki içində erkəklər zatlar da var. Hamısı qaldı birinci mərtəbədə. Hələ girib baxmamışam. Yəni mağazinlərdə qaldı. Bunda da hel eləmişəm. O tərəfdəkində də hel eləmişəm.
O ikinci yeşiyə heç dəymirəm. İndi görüm oradan götürə biləcəmmi bir ramka bura qoyum. Buna heç dəymirəm. O ikincidən də bir ramka götürüb bura qoysam. Bunları biraz gücləndirərəm. Görüm qışa mən bunları hazırlayıram. Allah qoysa gələnlə. Tak что gedim görüm nə edir burada anam. Sakitləşdilər bunlar. Burada həm belə yem vermişəm, həm jıtki yem vermişəm. Yemin içində yenə yoğuşanlı, ardışdı, kək otuluqdu. Niyə görə jıtki yem verdim? Çünki məndə hazır ramkalar yoxdur. Bunlar ramka hörsünlər deyə. Ramkalar da özüm vaşinanı tam eləmirəm. İstəyirəm ki, bu özləri hörsünlər. Yəni bal süzən aparatım yoxdur. Heç olmasa, yəni belə uca öz şanlarından olsun. Açım görüm. Kuyonka uçmasın deyə daş koymuşam bura. Görüm nə oldu bunların axırı. Əslən qaza girməsəm daha yaxşı olardı. Amma sakitləşiblər. Deyim, sakitləşiblər. İndi mamaları buradadır yəqin. İndi mən bunları indi vereyim, yoxsa səhər verim, bilmirəm. Bu şu səhər verəm, qoy bugün sakitləşsinlər. Səhər bunlara mən 2 dənə çıxmaq istəyən balalı ramka verərəm.